Araz müəllim, izləyicimiz soruşur ki, sürücü dönmə işığını yandırmadığına görə cərimələnə bilər? İşıq cihazlarından düzgün istifadə etməməyə görə İnzibati Xətalar Məcəlləsinin 329-cu maddəsinin 3-cü bəndinə olaraq 30 manat məbləğində cərimələnir. Lakin bəzən sürücülər yol polisi ilə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə uyğun olaraq qayda pozmuş 40 manat məbləğində cərimə olunan hallara görə də lüzumsuz yerə mübahisə aparırlar. Çünki həmin vaxt işıqlardan düzgün şəkildə istifadə etmək manevr üçün, ötmək üçün lazım idi. Baxın, inzibati xətanın tərkibinə uyğun olaraq hüquqi qiymət verilən halları bir-biri ilə qarşıdurmaq olmaz.